bugün sonuncu finalistimiz, finalçımız təyin olunur. Rafael müəllim, Coşqun müəllim, aranızda qərar vermisinizmi? Vallahi hiç onların yerinde olmak istemiyorum çünkü bilirəm ki ne kadar çətindir. Her iki komandada çok güzel, mənalı çıxış elədilər. Hansı getsə rica edirəm, üzülməyin, valla bu son değil. Özümə belə maraqlı, doğrudan heç bir fikrim yoxdur ki, kimi Mənim də yazıblar. valla fikrim yoxdur. Getsini yazmışsınız, qalsını yazmışsınız. Getsini yazmışsınız. Hər bir mənada sizin yanınızdayıq, sizə dəstəyik. Bu işi bilən adam kimi nəyəsə bir ehtiyacınız olsa, nəyəsə bir məsləhətə ehtiyacınız olsa, biz mütləq sizin yanınızdayıq və sizə dəstək olmağa hazırıq. Ay, neysə, deyim. Çox çətindir. Çox çətindir, münsiflər heyətimizin çətinlik çəkdiyini, onların üzü ifadələrindən belə başa düşə bilərsiniz. Rafael müəllimin çıxışı məsəl üçün biraz Ağstafa Gənclər evini hətta təşvişə belə salıb. Onlar oradan əyləşiblər. Göy-göl Gənclər evinin həyəcanını buradan hiss olunur. Amma deyim, sonra son fikirlərimizi səsləndirərik. Finala vəsiqə qazanan 3-cü komanda, finalda qalibiyyət uğrunda mübarizə aparacaq olan 3-cü komanda Ağstafa Gənclər evidir. Halal olsun bizim vicdanlı gələcəyimizə. Təşəkkür edirik. Göy-göl. Əslində Coşqun müəllim, Kübra xanım, Rafael müəllim bayaq kim tərk edəcəksə onun üçün səslənərkən bu bəllidir. O həm Ağstafaya, həm Göygölə aid ola bilərdi. Çünki çox əziyyət çəkmişsiniz, keçən mövsümün qalibi idiniz. Uşaqlar, çox sağ olun, çox əziyyət çəkmişsiniz, çox zəhmət çəkmişsiniz. Bugünə qədər həvəsdən düşmədən, yorulmadan, məsuliyyətlə çalışmışsınız. Amma bugün bir nəfər qalmalıydı. Finala yaxın sonda nə göstərilirsə odur. Bəli. Şən Gəncin formatına uyğun biraz daha şənlik Ağstafada çox olduğu üçün. Uşaqlar, təbrik edirik. Finala vəsiqə qazandınız. Göy-göl Gənclər evi. Sizə uğurlar arzulayırıq, yolunuz açıq olsun. Gələn dəfə finalda görüşəcəyik. Ağstafa, Sumqayıt və Gəncə komandası yarışacaq. Dəyərli münsiflərimizlə gələn dəfə görüşərik. Çalışın, şən olun, gənc qalın. Hələlik.